Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadda kanalında sizi xoş gördük. Bu günləri mən Samir Bəşirli sizə 30 noyabr 2025-ci il tarixində keçirilmiş Premium nəşriyyatının sınaq imtahanı ilə sizi tanış edəcəm. Bu sınağın tarix suallarını mən tərtib eləmişəm və sınaq imtahanında iştirak edənlər zəhmət olmasa like düyməsini basın və kimlər ki iştirak eləməyib bu sualları işləmək istəyirsə, açıqlama qismindəki Telegram linkinə daxil olaraq oradan sualları işləyə bilərlər və daha sonra isə bu videoya daxil olub cavablarla tanış olmaq olar. Beləliklə, hər biriniz like qoyun və kanala abunə olun. Başladıq. Birinci sual, 31-ci sual nədir? Səfəvilər dövlətinin mövcudluğu dövrünə aid deyil. Səfəvilər dövləti bilirik ki, 1501-1524-cü illərdə hakimiyyətdə olub və bu illərdə də biz baxırıq. Bax, Dehli Sultanlığının süqut etməsi bu 1526. 1526. Bizə aid olmayan lazımdır. Hindistana gedən dəniz yolunun kəşfi 1498-dir və deməli bu Səfəvilərin hakimiyyət dövrünə düşmür. Cavab burada B bəndidir. Sonra 100 illik müharibənin gedişinin xronoloji ardıcıllığını düzün. Müharibənin gedişində ilk dəfə sülh müqaviləsinin imzalanması bu 1360-dır. Kresi döyüşü 1346-dır. Azinkur döyüşü bu 1415'dir. Orleanın mühasirəsi 1428'dir. 28-29 bu illərdədir. Poitiers döyüşü 1356-dadır. Və deməli mən nə edirəm? Mən ən sonda gələni tapıram. Ən sonda gələn 3'dür. Üzr istəyirəm, 4'dür ən sonda gələn. 4 Orleanın mühasirəsi. 4 baxıram ki bu iki variantdadır. Onda ən birinci gələn hansı olacaq? Bəli, 2 olacaq. 2'nin birinci 4'ün axırda gələn variantı. Bu da hansıdır? Y bəndidir. Sonra 33'ə baxıram. Albaniyada Mehranilər sülaləsinin hakimiyyəti dövrünə aid deyil. Mehranilər sülaləsi 630-705-ci illərdə hakimiyyətdə olub. Düzdürmü? Buna aid deyil deyir. Baxaq, bax Xəzərlərə qarşı müharibə aparılması bu aiddir. Cavanşir birlikçi mübarizə aparıb. Məzdəkilər hərəkatı isə 481-ci ildə başlayıb. Ona görə də Məzdəkilər Mehranilərdən əvvəl olduğuna görə cavab burada B-dir. Sonra 34'ə baxıram. 34'də nə deyir? Deyir ki, aşağıdakı xüsusiyyətlər daş dövrünün hansı mərhələsinə uyğundur? Bilirsiniz ki, bu illəri Dövlət İmtahan Mərkəzi öz ədəbiyyat siyasında köhnə altın sinifləri qeyd edib və biz də bütün suallarımızı çalışırıq ki, köhnə altın sinifə uyğun quraq. Lakin orada da yeni altın sinifdən ixtilaflı olmayan məsələləri qeyd edirik ki, gələn ilki 11'lər də bu testləri rahatlıqla işləyə bilsinlər. Bir çox nəşriyyatlar, xüsusən də indi adlarını çəkmək istəmirəm, hamının getdiyi nəşriyyatlar, onlar belə demək mümkünsə bu məsələyə əməl eləmirlər və çox əndirabadi testlər hazırlayırlar. Bizim isə bu sınaqlarımız maksimum səviyyədə DİM-in standartlarına cavab verir, özünüzdə gördüyünüz kimi. Aha, baxaq. Aşağıdakı xüsusiyyətlər daş dövrün hansı mərhələsinə uyğundur? İlk əkinçilik vərdişlərinin yaranması dedikdə elə dərhal bilirik ki, bu mezolit dövrüdür. B bəndi. Mezolit dövrüdür. Çünki ilk əkinçilik vərdişlərinin yaranması bu mezolitə aiddir. 35. Qədim Misirlilərə aid deyil deyir. Qədim Misirlilərə aid deyil. Nə aid deyil qədim Misirlilərə? Dəqiq təqvim hazırlaya bilirdilər. Bu aiddir. Mən dərhal biri buradan çıxdım. Yerlə ay arasında məsafəni ölçə bilənlər bunlar Hintliləridir. Deməli, aid olmayanlardan biri budur. Onda bunda çıxdım 2 olmayanı. Trapesiya və dairənin sahəsini ölçə bilirdilər. Bunu da mən çıxsam, cavabım nə qalır? 2-5 qalır. Kompas və günəş saatını isə Çinlilər ixtira edib. Yəni 2-5 aid deyil Misirlilərə. Xronoloji ardıcıllıq, yenə xronoloji ardıcıllıq, çünki DİM imtahanına da xronoloji ardıcıllıqdan çoxlu suallar düşür. Baxaq. Bizans imperiyasının yaranması 395. Roma imperiyasının yaranması bu eradan əvvəl, buna mənfi yazıram, yəni eradan əvvəl 27. Müqəddəs Roma imperiyasının yaranması 962. Qərbi Roma imperiyasının süqutu 476. Frank imperiyasının yaranması bu da 800. Deməli, yenə də birinci və axırıncı prinsiplərinə uyğun olaraq ən birinci gəlir hansı? 2 gəlir ən birinci. 2'nin birinci gəldiyi bu iki variant var. Dərhal bunları buradan çıxıram və ən axırda gələn də olmalıdır 3. 3'ün də axırda gələn variantı olur A. Heç aradakı suallara baxmıram. Çünki o mənim vaxtım alar.
Bir birinci gələni tapdım, bir də axırda gələni tapdımsa, vəssalam da. Aradakıların necə düzülməyinin bir mənası yoxdur. A bəndidir. Başqa da elə bir variant yoxdursa, qurtardı getdi. Cavab A olur burada. 37. Osmanlı türklərinin Konstantinopol tutduqları il Azərbaycanın böyük hissəsində hökmranlıq edən sülalə. Yəni 1453-cü ildə Azərbaycanda hansı sülalə idi? Qaraqoyunlular idi. Cahanşah hakimiyyəti idi, Qaraqoyunlular sülaləsi idi. Sonra keçdik indi 38-ci suala. Bir dəqiqə. 38-ci sual. Nə deyir burada? Tiflis şəhərinin erkən orta əsrlər tarixinə aiddir. Erkən orta əsrlərdə bu Arranın şəhərlərindən biri idi. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edirdi və suyu odsuz qızdıran müalicə hamamları ilə məşhur idi. Cavab burada oldu. Y bəndi. Səbəb nəticə əlaqəli testimiz. 39. Deməli, deyir, Təbriz şəhərində əhalinin üsyan qaldıraraq Teymuri qoşunlarını məğlub etməsi bu səbəbdir. Bunun nəticəsi nə oldu? Əmir Teymur, yəni bu Əmir Teymurun dövründə olmayıb. Bu 1406-cı ildə olub. Ona görə bir çıxdıq. Yəni bir belə bir şey olmayıb, yəni səhvdir. Marağanın xaricilər tərəfindən tutulması 1227-ci ildə. Bunun nəticəsində Axsunqurilər dövləti süqut eləyir. Bəli, bu düzdür. Bunu da çıxdıq. Didiqori döyüşündə Şirvanşahların Səlcuqlara kömək etməsi, bunun İraq Səlcuq Sultanlığının Şirvana yürüşünə heç bir aidiyyatı yoxdur. Özdə Şirvanşahlar Didiqori döyüşündə iştirak eləməyiblər. Bunu da buradan çıxdıq. Vəssalam. Cavabımız qaldı nə? Y bəndi. 2-4. Sərdurud döyüşündə Qara Yusifin qələbəsi Teymurilərin Azərbaycandakı hakimiyyətinə son qoyuldu. Y bəndidir. Sonra gəldik 40-cı suala. Nə deyir 40-cı sualda? Xəritə sxemdə 13-cü əsrdə silki monarxiyanın əsasının qoyulduğu dövləti müəyyən edin. 13-cü əsrdə silki monarxiyanın əsası İngiltərədə qoyulub. İngiltərədə burada 3-dür. Cavabımız da nə olur burada? C bəndi olur. 3. Sonra 41-ci suala baxaq. Bir dəqiqə 41-ci sual. Deyir 2-ci Sarqonun 714-cü il böyük yürüşünün məqsədlərinə aid deyil. 3 dənə məqsədi vardı. Birincisi, Mannanı Urartu təcavüzündən xilas eləmək. İkincisi, xəracın vaxtında gəlməsini təmin etmək və bir dəqiqə Mannada Assuriya mövqeyini möhkəmləndirmək. Bu da onun məqsədlərinə aiddir. Mannada daxili çəkişmələrə son qoymaq və Manna dövlətinə son qoymaq. Daxili çəkişmələrə son qoymaq, yəni öz mövqeyini möhkəmləndirmək və həmçinin necə demək mümkünsə, bu canişinlərə qarşı mübarizə aparmaq kimi də başa düşülə bilər. Bu da onun məqsədlərindəndir. Lakin baxın, B bəndi ümumiyyətcə uyğun deyil də. Yəni bu Manna dövlətinə son qoymaq istəmirdi. Daxili çəkişmələrə son qoymaq, yəni canişinlərə qarşı mübarizədə Ulusunuya kömək eləmək. Çünki biz bilirik ki, həmin dövrdə Rusa hələ də canişinləri mərkəzi hakimiyyətə qarşı qızışdırırdı. Ona görə cavab burada B-dir, çünki dövlətə son qoymaq kimi bir məqsədi bunun olmuyor. 42. Ərəblərin hücumu ərəfəsində Sasanilərlə Bizans arasında bağlanmış müqaviləyə əsasən, yəni ərəblərin hücumu ərəfəsi hardasa 629-cu ildə bağlanan müqaviləni nəzərdə tutur bu. 629-cu ildə bağlanan müqaviləyə görə Albaniya Sasanilərin hakimiyyəti altında qalmalı idi. Cavab B-dir burada. Bəziləri burada bunu götürə bilər. Lakin müqavilədə Xəzərlərin Albaniyaya sahib olması deyə bir şey yoxdur. Xəzərlər faktiki olaraq həmin vaxt Albaniyada idilər. 43-cü sual. 43-cü suala baxaq. Bir dəqiqə. Nə deyir burada? Deyir, Xəzərlər qalib gəlmişdir, Xürrəmlər məğlub olmuşdur. Hansı yəni testə aiddir? Bələncər döyüşü. Bələncər döyüşündə biz bilirik ki, Xəzərlər qalib gəlib. 1-1-dir. 1-1-dirsə, 1 olmayanları çıxıram. Bax, burada 4 düşüb, səhv düşüb. Amma yox, səhv düşməyib, düz. Hə, yəni 1-4, 1-2 bu variantları çıxdım. 1-1 olmalıdır. Aha. Xürrəmlər məğlub olmuşdur. Xürrəmlər də Bəz döyüşündə məğlub olub. Onda 2-nin də 2 variantını saxlayıram. Cavabım olur A bəndi. Uyğur dövlətinin mövcudluğu dövrünə aiddir. Həmişə demişəm, Uyğur dövlətinin mövcudluğu dövrü soruşursa, burada ya Frank imperiyası ilə bağlı nəsə soruşa bilər, ya da ki, Xürrəmlər hərəkatı ilə bağlı nəsə soruşa bilər. Mən də baxıram ki, burada Xürrəmlər hərəkatı, Babəkin Xürrəmlərə başçılıq elədiyi dövr. Bəli, cavab burada olur C bəndi. Sonra daha sonraki dövrə aid memarlıq abidəsidir. Baxın, Gülüstan qalası, Buğurt qalası, Qız qalası və Yusif bin Küseyir türbəsi. Bunlar 12-ci əsrə aiddir. Amma Gülüstan türbəsi bu 13-14-cü əsrlərə aiddir.
Cavab burada Y bəndi olur. Sonra 46-cı suala baxaq. Deməli, bizdə 46-cı sualda nə deyir? Ağqoyunlu dövlətinin tarixinə aid deyil deyir. Ağqoyunlu dövlətinin tarixi. Bax, Qoyunlu-Hisar döyüşü baş verən vaxt Ağqoyunlu dövləti yox idi. Çünki Ağqoyunlu dövləti 1468-dən sonra yaranıb. Cavab A olur burada. 47-ci suala baxaq. Deməli, 47-də nə deyir? Deyir ki, strateq Periklin hakimiyyəti illərinə uyğun gəlmir. Strateq Periklin hakimiyyəti illəri 443, 428-ci illərdə yaradan əvvəl və bu zaman biz nəyi götürə bilərik? Baxaq indi. Afina Yunanistanın ən güclü şəhəri oldu. Bəli, bu Periklin dövrünə aiddir. Bunu çıxdıq. Parfenon məbədi də bunun dövründə inşa edilib. 20 yaşlı kişilərin yəni xalq yığıncağında iştirak eləməsi bu da var. Elm və mədəniyyət xadimlərinin himayə olunması da var. Lakin Aristotelin baş məsləhətçisi təyin edilməsi Aristotel 4-cü əsrdə yaşayıb. Yəni strateq Perikildən bir 100 il sonra yaşamış şəxsiyyətdir. Ona görə də o ola bilməz. Cavab Y-dir burada. 48-ə baxıram. Deyir ki, uyğunluğu müəyyən edin. Aha. Deyir ki, uyğunluğu müəyyən edin. Baxaq bura. Göytürk, Xəzər və Axund dövlətləri ərazisinin iki hissədən ibarət olması bu Göytürk dövlətinə aiddir. Çünki biz bilirik ki, Göytürk dövlətində bir şərq vilayətləri var, bir də mərkəzi xaqanın yəni idarəçiliyi altında olan vilayətlər var. Bir adı, bir adısa A olmayanları buradan dərhal çıxıram. Çıxdım buradan A olmayanları. Sonra ikinciyə baxıram. İkinci nədir? Slavyanların Astala salınması. Bunu Xəzərlər Astala salıb. O zaman 2B-ni tapmalıyam. 2B. Deməli cavabım mənim burada oldu. B bəndi. Amma yoxluyuram. C bəndi. Bizansa qarşı mübarizə. Bəli, bunu Göytürklər aparıb. Xəzər həmişə dostluq edib. Göytürklər əvvəl mübarizə aparsa da, yəni Krımı və digər ərazilər tutsa da, sonradan Sasani təhlükəsinə qarşı ondan yaxınlaşır. Xəzər isə həmişə Bizansla dostluq əlaqələri olub. Ona kömək edib müharibələrdə. 2B idi. D-yə baxıram. Erkən orta əsrlərdə mövcud olması bu hamısına aiddir. Sasanilərin də Astala salınması bu Aksubarın dövründə Axunlara aiddir. 4-7. Sonra gəldi indi 49-a. Deməli, burada 2 dənə mətin verilib sizə. Deyir ki, birinci mətin, onun dövründə mərkəzi idarə sistemi möhkələndi, təsərrüfatda canlanma baş verdi, abadlıq işləri aparıldı, Təbrizdə Dövlətxana adlı nəhəng saray inşa edildi, suvarma sistemləri bərpa olundu. 1367-ci ildə Şirvanın tabe edilməsi ilə Azərbaycanın fəthini başa çatdırdı. İndi burada biz dərhal bilməliyik ki, bu kimin dövrüdür? Bu Şeyx Üveysin dövrüdür. Şeyx Üveys. Bir dəqiqə. Şeyx Üveysin dövrü. Aha. İkinci mətnə baxaq. Toxtamışın qoşunu Təbrizdən Marağaya getdi. Şəhər qarət etdikdən sonra iki hissəyə bölünən qoşunun bir hissəsi Mərənd və Naxçıvan tərəfə yollandı. Bir dəstəsi isə Əhər yolu ilə irəlilədi. 1386-cı ilin əvvəlində Toxtamış xan əsir və qənimətlərlə Volqa boyuna döndü. Burada da biz Toxtamışın yürüşü baş verən vaxtda Sultan Əhməd hakimiyyətli idi. Cəvahiri Sultan Əhməd hakimiyyətdə idi. Cəvahiri Sultan Əhmədin hakimiyyət dövrü, deməli bu 1410-cu ilə qədər davam edir. Yəni bunu yadımıza saxlayaq. 1410-cu ilə qədər davam edibdir. İndi baxaq. Nə deyir burada? Deyir, birinci mətndən fərqli olaraq ikinci mətndə verilmiş dövrdəki Cəlairi hökmdarının dövründə. Yəni ikinci mətndə verilmiş Cəlairi hökmdarının dövründə. Aydındır? Yəni Sultan Əhmədin dövründə. Bizə lazımdır Sultan Əhmədin dövrü. İndi baxaq. Ölkə Teymurun yürüşlərinə məruz qaldı. Ölkə Teymurun yürüşlərinə məruz qalıb, bəli, məruz qalıb. Yəni Şeyx Üveysin dövründə elə bir şey yox idi. Mən bir olanları götürürəm, bir olmayanları çıxıram. Onda bunu çıxdım. Uzun sürən feodal ara müharibələrindən sonra sabitlik dövrü. Bu Şeyx Üveysin dövrünə aid olmalıdır. O zaman bunu da çıxdım. Azərbaycanda Teymuri ağalığına son qoyuldu. Teymuri ağalığına son qoyulması bu bəli 1408-ci ildə bu da düşür Sultan Əhmədin dövrünə. Onda bunda çıxdım. 4. Moskva hiylə ilə tutularaq yandırıldı. Yəni bu yəni Toxtamışa aid bir şeydir. Toxtamışa aid bir cəhətdir və ona görə də 1-3 daha düzgün cavabdır. 1-3. Yəni bu Toxtamışı soruşmur ki bizdən. Bizdən Cəlairi Sultanını soruşur. Düzdür? Cəlairi Sultanını soruşur. Cavab burada B-dir. Sonra baxaq növbətinə. Deməli 50-ci.
E, Səlib yürüşünün məqsədinə aid deyil. Səlib yürüşünün məqsədi deməli kəndlilər öz ağalarının əlinə yaxa qurtarmaq istəyirdilər. Bəli, yaxa qurtarmaq istəyirdilər. Düzdür, bu deməli aiddir. Feodallar yeni torpaqları asılı kəndlərlə keçirmək istəyirdilər. Bu da düzdür. Amma xristian kilsəsini yenidən vahid formada birləşdirmək istəyirdilər. Bu səhvdir. Bu səhv fikirdir. Çünki belə bir məqsədi olmayıb səlib yürüşünün. Xristianların sayını artırmaq istəyirdilər. Belə bir şey desəydik düz olardı. Çünki xristian kilsəsi bunu istəyirdi. Şərq ölkələrini xristianlaşdırmaq. Amma xristian kilsəsini vahid halda birləşdirmək istəmirdilər səlib yürüşlərində. Qazan xan həyata keçirdiyi ticarət islahatına aid deyil. Bax bu A, B, C, Y variantları hamısı aiddir. Lakin D variantı bu məhkəmə islahatına aiddir. Alqı-satqı işlərinin qaydaya salınması məhkəmə islahatına aiddir. Gəldi indi 52-yə. Nə deyir 52-də? Deyir ki, Səfəvi dövləti və Ağqoyunlu dövləti hər ikisinin Qaraqoyunlu dövlətindən fərqli cəhətləri. Qaraqoyunludan fərqli cəhətlərini tapmalıyıq. Bax, Şeybanilər dövləti ilə müharibə aparılması bu Səfəvilərin Səfəvilərə aid olsa da elə Qaraqoyunlardan fərqli cəhətidir. Bəli, Qaraqoyunlardan fərqli cəhətidir. Bunu çıxdıq buradan. Sonra deyir Heratın tutulması. Qaraqoyunlu deməli Cahanşah da Heratı tutub. Ona görə bu fərqli cəhət deyil. Fərqli cəhət deyil. Onsuz da biz çıxmışdıq elə beyni buradan. Teymuri şahzadələrin himayə edilməsi bu da fərqli cəhətdir. Qaraqoyunlular himayə eləməyib, amma Səfəvilər himayə eləyibdir. Ona görə bir AC-ni götürürəm, bunu çıxdım. Baxıram bura. Paytaxtın Təbriz olması. Bu Ağqoyunlularla Qaraqoyunluların oxşar cəhətidir. A onsuz da olmalı deyil. Və iki variant arasında qalmışam. B bəndi Avropa dövlətləri ilə diplomatik əlaqələrin saxlanması. Bu da Ağqoyunluların fərqli cəhətidir Qaraqoyunlulardan. Osmanlı Sultanı II. Bəyazid ilə dostluq münasibətlərinin mövcud olması. Burada yazsaydı Osmanlı sultanları ilə dostluq münasibətlərinin mövcud olması bu oxşar cəhət olardı. Qaraqoyunlularda da var. Amma burada konkret ad verib. Yəni ikinci Bəyazid verib. İkinci Bəyazid də Ağqoyunlu dövründədir. Ağqoyunlularla dostluq edib və ondan sonra Səfəvilərlə də dostluğu davam etdirib ikinci Bəyazid. Cavabım burada olur B bəndi. 53-ə baxıram. Nə deyir 53-də? 11-ci əsrin 20-ci illəri Azərbaycan tarixi üçün səciyyəvidir. 11-ci əsrin 20-ci illəri. Deməli, Şirvanşahlar dövlətinin yaranması. Bu təbii ki deyil. Gəncənin qala qapıları bu deyil, yəni bu 1063-cü ildədir. Oğuzların rəvvadilərin ərazisində məskunlaşması, bəli, bu 1028-dir, bu düşür və Xudafərin körpüsü 1027, o da düşür. Yəni 3 ilə 4-dür burada cavab. 53-də cavab 3-4-dür. 54. Qaraxanlı və Eldənizlər dövlətinə aid oxşar cəhət. Hər ikisi Türk sülaləsi tərəfindən idarə edilirdi. Türk sülaləsi. Eyni əsrdə yaranmayıblar. Qaraxanlı 9-cu əsrdə, Eldənizlər 12-ci əsrdə yaranıb. Xilafətin parçalanmasının bu iki dövlətə aidiyyatı yoxdur. Eyni əsrdə süqut etmələri. Bəli, Qaraxanlılar da 13-cü əsrdə süqut edib, Eldənizlər də 13-cü əsrdə süqut edib. Hətta mən əlavə eləyərdim ki, hər ikisinə də Xarəzmşahlar son qoyub. Qaraxanlıların məsələn birinci qoluna Xarəzmşahlar son qoyub, Eldənizlərə də Xarəzmşahlar son qoyub. Bu da olsaydı, bu da oxşar cəhət olardı. Cavab burada 1 ilə 4-dür. Teymurilər isə heç birinə hücum eləməyib. Nə Qaraxanlılara, nə də Eldənizlərə. 1-4-dür burada cavab. 55. Orta Tunc dövrünə aid ilkin şəhər mərkəzlərinin yarandığı bölgələri müəyyən edin. Deməli, bu Ağdamda Üzərlik təpə, Naxçıvanda isə 2-ci Kültəpədir. 1-5. Aydındır. Bundan başqa təbii ki, Xocavənddə də var, lakin Xocavəndə bizə verməyib. 1 Ağdamdır, 5-dəki Naxçıvan ərazisidir. Sonra gəldik 56-ya. Mehtə və Çingizxana aid oxşar cəhətləri müəyyən edin yazıb. Şimali Çinin ələ keçirilməsi. Şimali Çinin ələ keçirilməsi bu oxşar cəhətdir. 1. Böyük yasa. Böyük yasa ancaq Çingizxana aiddir. Hərbi islahat. Hər ikisi də hərbi islahat keçirib. Özü də oxşar hərbi islahatlardır. Fit çalan oxlardan ilk dəfə istifadə bu Meteyə aiddir. Bu fərqli yəni aidiyyatı yoxdur oxşar cəhətlərə. Avropa yürüşü də Çingizxanın dövründə olub. Meteyin dövründə olmuyor. İndi soruşarsınız ki, Avropa yürüş bəs Batıxandır. Çingizxanın da dövründə Kalka çayı sahilində döyüş falan bunlar Avropa əraziləri düşür. Ona görə əgər testlərdə Avropa yürüş Çingizxana aid düşərsə onu götürmək lazımdır. Sonra 57-ci suala baxaq. 57-də nə deyir? Deyir ki, uyğunluğu müəyyən edin. Uyğunluq. Deməli, türk mənşəli sülalə tərəfindən əsasının qoyulması. Bu aiddir kimə? Bu aiddir deməli, Böyük Səlcuq dövlətinə. 1A.
Monqollar tərəfindən varlığına son qoyulması bu Ərəb xilafətidir. Çinə qarşı mübarizə, Talas döyüşü Ərəb xilafətidir. Ərazisində 9-cu əsrdə, 11-ci yox ha, 12-ci də yox. 9-cu əsrdə bu səhvdir, yəni Atabəyliklərin yaranması səhvdir. Avarlara qarşı mübarizə bu da heç birinə aid deyil. Cavab belə olur ki, 1A, 2B-si. Gəlirik indi nəyə? Situasiya mətninə 4-cü əsrin sonlarından başlayaraq dövlət tədricən tarixin mürəkkəb bir dövrünə daxil oldu. Sərhədlərinə yaxınlaşan barbar yürüşlərinin qarşısını almaqla yanaşı, daxildə hərbçilərin üsyan və saray çevrilişləri ölkənin siyasi vəziyyətini gərginləşdirirdi. İmperatorluqda təhlükəli proseslər baş verdi. İmperatorluğun şərq və qərb hissələri bir-birindən tədricən parçalanmaqda idi. Vergilərin toplanması sayəsində də yaritmaz hallar var idi. Yoxsullar qaçaraq ya da üsyan edərək, varlılar isə nüfuzlarından istifadə edərək vergilərdən yayınırdılar. İnsanlar hərbi xidmətdən qaçırdılar. Ona görə də dövlət barbarlardan muzlu əskərlər toplayırdı. 4-cü əsrin sonunda ordu ən yüksək rütbəlilər daxil olmaqla xarici muzlu əskərlərdən ibarət idi. Aha, 58 mənbənin aid olduğu dövlət bu Roma imperiyasıdır. Roma imperiyası. Mənbə və tarixi bilgiləriniz əsasında imperiya ərazisində edilən xarici hücumlar hansı tarixi etnik prosesin tərkib hissəsi olduğunu yazın. Bu təbii ki, xalqların böyük köçüdür. Böyük köçü. Mənbə və tarixi bilgiləriniz əsasında verilmiş dövlətin 4-cü əsrin sonları üçün iki səciyyəvi xüsusiyyətini yazın. Deməli, barbarların e, barbarların deməli orduda xidmət etməsi, məsələn, xidmət etməsi, iki yerə parçalanması, zəifləməsi, yəni bunların hamısını yazmaq olar. Bunların hamısını yazmaq olar. Zəifləməsi, ondan sonra varlıların vergini ödəməkdən imtina etməsi və s. və ilə axırə. Bax, bunları burada qeyd eləmək olar. Vəssalam, hörmətli izləyicilər. İzlədiyiniz üçün təşəkkür edirəm. Yorum hissəsində düz cavabları qeyd edin, yəni neçə düz cavabınız qalıb onu qeyd edin və əgər bu sınaqda iştirak eləmək istəyirsə, burada göstərilən nömrə ilə, həmçinin açıqlama hissəsində qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Belə videoların davamının gəlməyini istəyirsə, bu videonu paylaşın və kanala da abunə olun. Sağ olun, növbəti görüşlərə qədər.